Bismillah, velhamdülillah, Esselamu Aleyküm və Rahmetullah və Barakatuhu. Dəyərli xalqımız, ölkəmizin əhli, Allahın sizə salamı və bərəkəti olsun. Deməli, Quranı inkar edənlər bilirsiniz ki, dünyanın hər yerində var. Bizim ölkədə də Elşad Miri və onu müdafiə edənlərdir. Lakin bu adamların ərəb dilindən heç bir payı yoxdur. Allahın dinindən, həqiqi İslam dinindən heç bir payı yoxdur. Bunlar dinini dağıdanlardır və belə ciddi adamlar deyirlər. Lakin Quranla getdiyini iddia edir. Deməli, adam deyir ki, hədislər boş şeydir, hədislər yoxdur. Lakin hədislərdən özünə ehtiyac olanda tarixi bir mənbə kimi istifadə edir. Bir nəfər buna sual-cavabların birində sual verir ki, bizə izah et ki, Quran-ı Kərimdə ilk enən ayə hansıdır? Lakin hədislərlə deyil, elə Quranla izah et ki, ilk endirilən ayə hansıdır? Və o da deyir ki, çox gözəl sualdır, baxın. İnsana deyir ki, baxın, amma ona heç nə göstərmir. Bu sualın cavabında Elşad Miri Fatihə surəsi ilə İniftar surəsini bir-birinə calayır, Taha surəsi ilə İnşirah surəsini bir-birinə calayır və izah eləməyə çalışır ki, deməli, ilk enən ayə hansıdır, amma orada heç bir şey gətirə bilmir ki, ilk enən ayə hansıdır. Və mən sizə deyim ki, Elşad Miri dəfələrlə iddialı şəkildə debatlarında və çıxışlarında deyir ki, Allahın ilk əmri İqra bismi rabbikəl-ləzi xalaq əmridir. Yəni, yaradan Rəbbinin adı ilə oxu əmridir. Həmçinin deyir ki, ilk enən ayə bu ayədir. Adam da yəqin ki, o sual verən adam görüb ki, Elşad Miri belə bir iddiadadır, ona görə sual verib ki, sən hardan bilirsən ki, ilk enən ayə budur. Axı, Quranda belə bir şey yoxdur ki, Allah Subhanahu taala desin ki, ay Elşad Miri, mənim ilk endirdiyim ayə elə bu ayədir. Sonra Elşad Miri deyir ki, Quranda nə var? Bir-birinə möhkəm bağlılığı var. Biz də bunu təsdiq edirik, heç inkar da etmirik. Lakin Quranın bir-birinə olan bağlılığı ilk enən ayənin isbatı deyil. Və bunu heç cür isbat edə bilməzsən, hədislərə baş vurmasan. Elə Elşad Miri də o adamın sualından arxasına asta-asta baxıb, qapıdan sakit qaçan adam kimi qaçıb çıxıb getdi, heç bir cavab vermədi. Deyir ki, Fatihə surəsində Allah Teala buyurur ki, Məliki yevmiddin, din gününün sahibi. Sonra deyir ki, İniftar surəsində Allah Teala buyurur ki, və mə ədrakə mə yevmiddin, sən hardan bilirsən ki, din günü nədir? Deyir, görürsən, ikisi də bir-birinə bağlıdır ayələr. Sonra gəlir İnşirah surəsindəki ayəni oxuyur ki, Allah Teala Peyğəmbər sallallahu əleyhi və səlləmə deyir ki, ələm nəşrah ləkə sadrak, biz sənin köksünü açıb genişləndirmədikmi? Və Taha surəsindəki ayəni oxuyur ki, Qal Rabbi şrahli sadri. Musa aleyhissalam Allaha duasında demişdi ki, ey Rəbbim, köksümü aç, genişləndir. Deyir, görürsən, bu iki surədə köksün genişlənməsindən gedir söhbət. Deməli, İniftar surəsində də və Fatihə surəsində də din günündən gedir söhbət. Təsəvvür edin, mən sizə ağıl sahibi olan dəyərli xalqımız, dəyərli ölkəmizin əhli sual verirəm. Bu 4 surədə keçən ayələrin Quranda ilk enən ayənin olmasına, yəni ilk enən ayənin hansı olmasına nə aidiyyatı var? Siz özünüz bunu inşallah rəy bölmələrində yazarsınız. Sonra Elşad Miri davam edir ki, Quranda ləqad kəlməsi var, onu axtarıram, araşdırıram və bir cədvəl göstərir. Nəhayətində həmin adamın sualına heç bir cavab verə bilmir. Verə də bilməz. Nə üçün? Çünki hansı ayə birinci nazil olub və Quran necə tərtib olub, necə cəm olub, surələrə bölünüb, surələrin adları qoyulub, onlar hədislərsiz mümkün deyil. Baxın, dəyərli müsəlman bacı və qardaşlarımız, Allah Rasulü Muhammed sallallahu aleyhi və səlləmin sünnəsi olmasa, insan belə ziddiyyətdə olur, heç qəlbində də rahatlıq heç vaxt olmaz. Ona görə də biz sizə deyirik ki, bu adamlar din adamı deyirlər, insanları dindən yayındıran, dindən soyudan adamlardır. Bütün fahiş işlərə rəvac verən, icazə verən, insanları dindən yayındıran insanlardır. Ona görə bunları dinləməyin və bunları harda görsünüz, görməzdən gəlin. Bütün xeyirlər Allahdandır. Vəlhamdülillahi Rabbil ələmin.